sənətinin sevilən simalarından biri, xanəndə, əməkdar artist Ehtiram Hüseynovun həyat hekayəsi ilə yaxından tanış edəcəyik. Çünki onun səsində qədim muğamın hikməti, xalqın ruhu və zamanın yaddaşı yaşayır. Oyunca qəlbinə təsir edincə hər qəzəlim gözümdən nəm görəm inci jalə şəkilinə sevin, sevin. Səhnəyə ilk addımlarından etibarən Ehtiram Hüseynov muğam sənətinə yalnız ifaçı kimi deyil, ürəyi ilə bağlı bir sənətkar kimi gəldi. Onun ifasında səslənən muğamlar dinləyicini illərin dərinliyinə aparır. Hər kəsə öz xatirəsini, öz duyğusunu xatırladır. Dağların başı qara, dibinin daşı qara, məni bir qız ovladı, gözü göy qaşı qara, əzizim yanadalar, o düşüb yanadalar. Bu səs təkcə notlardan ibarət deyil. Bu səs bir məktəbdir, bir ənənədir, bir ömür yoludur. Göylər çələmüründükən, ürəyimi bürürgən, göy çəməndə yar gözləyən, sevgilimi islatmasan. Uzun illərdir ki, Ehtiram Hüseynov Azərbaycan musiqi mədəniyyətinin yaşadılması və gələcək nəsillərə ötürülməsi üçün yorulmadan çalışır. Saqı bu məzsin eşqi ilə dolandır badə, Saqı bu məzsin eşqi ilə dolandır badə, ömrümü səlsətim eynəniyə geçsi badə. Hamının sevgisi biraz su var qəlbindən, çünki bülbül gülün eşqinə gəlir fəryadə. Səhnədə qazandığı alqışlar isə onun sənətinə verilən ən böyük qiymətdir. Çünki əsl sənətkarın qazancı şöhrət deyil, dinləyicinin qəlbində qoyduğu izdir. Ehtiram Hüseynovun səsi isə illər keçsə də yaddaşlardan silinməyən səslərdəndir. Ağladım mən hiç yar ilə, gözümdən cəlmədi. Sanki daşlandır onun qəlbim, sanki daşlandır onun qəlbi heç kövrəlmədi. Çox sağ olun, bütün komandanıza təşəkkürümü bildirirəm. Bir anlıq da olsa getdim 30 il öncə orada muğam teatrının vaxtından olan kadrlar göstərdiniz. Doğrudan da adam fikirləşir ki, hansı yolları keçib gəlmişəm bu sənətdə. Yəni heç asan da olmayıb. Yəni nələrdəsə mütləq keçməlisən, qurban verməlisən ki, müəyyən bir qədər səni həm sevərlər, həm tamaşaçılar, həm musiqiçilər. Bu çox çətindir. Ehtiram Hüseynov nəyə qurban verdi? Vallahi belə özümü. Yəni nədənsə keçməsə mümkün deyil ki, səndən yaxşı musiqisi, nəsə bir canlı sağlam olsun. Çətindir. Allah sizin canınızı hər zaman sağlam Çox sağ olun. eləsin. Can sağlığı olsun. Var olasınız ki, Sağ bu olun, arzulayırıq. bizim bu musiqimizi öz çiyinləriniz üzərində layiqincə Bəli. irəlilər doğru Çox sağ olun. aparırsınız.